Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlərim və kanalıma yeni təşrif buyuran izləyicilərim. Bugün bildiyiniz kimi 13 aprel 2025-ci il tarixində DİM 9-cu siniflər üçün 1-ci zonaya daxil olan, daha doğrusu məktəblər üçün buraxılış imtahanı keçirdi və bundan əvvəlki videoda mən qrammatika suallarının izahını tək-tək verdim. İstəsəniz o video ilə də tanış ola bilərsiniz. İndi isə hal-hazırda sizə mən bədii mətin, təlaş mətninin izahını verəcəm. Siz isə videonu izləyirsinizsə kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı, şərh yazmağı unutmayın. Sizin fikirləriniz mənim üçün maraqlıdır ki, məsələn siz yoxladıqdan sonra nə qədər düzünüz, nə qədər səhviniz qalır. Ümumiyyətlə fikirləriniz nə idi imtahan barəsində? Baxaq təlaş mətninə. Demək, təlaş mətnində Mənzər adında qadının Hikmət adlı övladının necə cəsur olmağından, Lalə adında bir qızın, quyuda demək qalan bir qızın xilas olunmağından bəhs olunurdu. İlk əvvəl təbii ki, Məhzərin buna qarşı çıxsa da, Mənzər daha doğrusu buna qarşı çıxsa da, amma sonradan ona demək övladına qarşı bir söz deyə bilmir, yəni onun bu hərəkətinə kömək etməyinə daha doğrusu. 37-ci tapşırığa baxaq, vaxt itirmədən. Hansı hikmətli kəlamlarla mətndəki əsas fikri qüvvətləndirmək olar? Əsas fikri. Pisə sahib olmaqdansa yaxşını gözləmək sərfəlidir. Burada kimsə pisə sahib deyildi, yəni bu yanlış fikirdir. Bir yanlışdır, birləri çıxaq, deyini yeni çıxdıq. Çalışmaq həyat, düşünmək isə işıqdır. Burada çalışmaqdan, düşünməkdən söhbət getmirdi. Əksinə, yəni fikri yox, yəni burada artıq əməl baxımından üstünlükdən söhbət gedirdi. Yəni kiməsə kömək etmək. Ona görə ikini də çıxıram. İkiləri də çıxanda qalır C variantı, amma yenə baxaq. Lovğalıq insanın qəlbindəki bütün yaxşılıqları yox edən güclü zəhərdir. Söhbət burada lovğalıqdan getmirdi. Heç bir lovğa insan yox idi burada. Ona görə 3-ü də çıxıram. 3-ü də çıxanda, 4-ə baxıram. Təhlükəni heçə saymaq yox, onun haqqında tədbir görmək lazımdır. Burada bəli, təhlükəni heçə saymaq lazım deyil. Onun haqqında bir tədbir görmək lazım idi. Bu hikmət demək obrazına aid idi. Ona görə 4-ü götürürəm. Cəsarət heç qorxmamaq deyil, qorxuya baxmayaraq özünü təhlükəyə atmaqdır. Bu da hikmətlə birbaşa bağlı olan bir nüans idi. Ona görə cavab olacaq burada C variantı 4-5. Baxıram 38. Mətndə əvvəlində işarə qoyulmuş ifadələr əsasında cədvəldəki doğru fikirləri istəyir bizdən. Mətndə əvvəlində işarə qoyulmuş özünü itirmək frazemidir, bir də acığı tutmaqdır. Bunlar hamısı frazeoloji birləşmədir və məcazi mənalıdır. Baxaq birə, məcazi mənadadır, çətin vəziyyətdə nə edəcəyini bilməmək deməkdir. Bəli, bu düzgün fikirdir. 2-də yazıb ki, həqiqi mənadadır, çaşqın sözü ilə əvəz edilə bilər. Çaşqın həqiqi mənada, özünü itirmək məcazi mənadadır və qabağında həqiqi məna vermişdi bunun. Bu yanlış fikirdir. 2-ni çıxıram. 2-ləri çıxıramsa, B-ni, C-ni çıxdım. Məcazi mənadadır, özündən çıxmaq ifadəsinin qarşılığı ola bilər. Məcazi mənadadır, məcazi məna olmağına, amma özündən çıxmaq əsəbləşmək mənasındadır. Özünü itirmək nə edəcəyini bilməmək mənasındadır. Ona görə də yanlışdır bu. D-ni də çıxıram. Həqiqi mənadadır. Bu tərəfdə kvadratın qabağında acığı tutmaqdır. Qəzəblənmək, əsəbləşmək deməkdir. Qəzəblənmək, bəli, əsəbləşmək deməkdir, amma həqiqi mənada deyil, məcazi mənadadır. Çıxıram 4-ü də. Məcazi mənadadır. Cin atına minmək ifadəsi ilə eyni mənadadır. Bəli, acığı tutmaq əsəbləşmək mənasındadır. Cin atına minmək də eyni ilə frazeoloji birləşmə kimi eyni mənada götürə bilərik. Ona görə 1 ilə 5 bizim cavabımız olacaq Y variantı. 39. Mətnə aid plan bəndi hesab edilə bilməz. Gəlin baxaq burada. Ananın yalvarışları. Baxın, burada ananın yalvarışları yox idi. Əslində o sadəcə və sadəcə deyirdi ki, baxın, burada deyir ki, gözlərini ağardıb uşağın dirsəyindən tutur. Bu yalvarış deyil. Yəni gözünü ağardıb uşağın üzünə baxıb, yəni bu sözləri deyirsə, artıq burada yalvarış yox, bilavasitə, yəni hökm mənasını ifadə edir ananın sözləri. Sus, nə danışırsan? Sənin quyuda nə işin var? Bu yalvarış deyil, yəni. Ona görə biri götürürəm mən. Balaca qızın çarəsizliyi, bəli, balaca qız çarəsiz vəziyyətdə qalmışdı onsuz da. Ona görə 2 götürmürəm. 2-ləri gəlin çıxaq, 2-ləri çıxdıq. Ağır yaralanan Lalə, burada ağır yaralanan Lalə yox idi əslində. Bilavasitə bizə burada mətndə deyirdi ki, divarların sıxlığı, darlığı daha doğrusu, quyunun içində olan su uşağı bərk əzilməyə qoymayıb. Ağır necə deyə bilərəm ki, yaralanan Lalə? Ona görə 3-ü də mən götürürəm. 3-ü də götürürəm, yəni bilməz deyir də ona görə. Mənzərin xəcaləti, bu var idi əslində. Bəli, Mənzər xəcalət çəkirdi. Hikmətin tərəddüdü, Hikmət heç bir nüansda tərəddüd etmir, yəni anasının sözlərinə görə də. Ona görə burada olacaq 1, 3, Hikmətin tərəddüdü 1, 3, 5, bir dəqiqə, ağır yaralanan Lalə, bu ola bilməz, 3, 5,
Balaca qızın çarəsizliyi var idi. İkini çıxdıq, ikiləri çıxdıq. Mənzərin xəcaləti bu da var idi əslində. Amma burada bunu götürməyib. Görürsünüz, variant olaraq Y variantı qalır. Amma ananın yalvarışları mənə görə, yəni ana yalvarış eləmir. Yenə də deyirəm, qeyd edirəm ki, orada sus, nə danışırsan, quyuda nə işin var dirsəyindən dartaraq gözlərini ağardıb əgər bir nəsə deyirsə, bu yalvarış kimi götürməyə, hökm götürmək kimi düzgün olardı. Amma yenə də variant olaraq Y variantı daha uyğun gələr, yəni məncə. Sonra 40. Altından xətt çəkilmiş sözlər hansı cümlələrdə kontekstdəki mənasında işlənmişdi? Demək, baxaq buna. Demək, altından xətt çəkilmiş sözlər hardadır? İşləyən sözdür burada. Mədəndə işləyən, bu həqiqi mənadadır. Bir də bağladıqlarını. Sakitcə durmuş qızın qoltuqlarının altından bağlanan. Hər ikisi həqiqi mənadadır. Yazıcı əsərdəki həm müsbət, həm də mənfi surətləri diqqətlə işləmişdi. Burada işləmək həqiqi mənadadır, mənada olmağına. Amma daha doğrusu surətləri işləmək o mənada deyil, mətndəki mənasında deyil yəni. Burada nəysə iş görmək mənasındadır. Burada isə yazmaq mənasında. Bu işləmək yazmaq mənasındadır. Tarlada qızmar günün altında işləyən əkinçilər yorulmaq nədir bilmirdilər. Bəli, bu o mənadadır. Götürürəm içini. 5 ildən çox davam edən müharibədən sonra tərəflər sülh bağladılar. Tərəflər sülh bağladılar. 5 ildən çox davam edən müharibədən sonra tərəflər sülh. Bu bağlamaq, bir dəqiqə, bu bağlamaqla eyni mənada deyil. Sülh bağlamaq burada məcazi mənadadır. 3-ü çıxıram. Gəlin elə birləri, 3-ləri çıxaq. Görək variant olaraq cavab qalır B variantı. Amma yenə baxaq. Başını qaldırıb saata baxdıqda 3-ə 15 dəqiqə işləyirdi. Burada bağladıqda sözü ilə işləyən sözüdür. İşləmək burada saatın işləmək, 10 dəqiqə işləmək eyni mənada deyil. Yəqin ki, görürsünüz ki, oradakı işləmək hara, buradakı işləmək hara. O özü ilə gətirdiyi ipi qonur atın boynuna bağladı. Burada eyni mənaya gəlir. Bəli, o bağlamaqla ilə bu bağlamaq eyni mənadadır. Ona görə 2-5 cavab olacaq B variantı. 41. Əvvəldə rəqəm qoyulmuş hansı cümlələr mətndən çıxarılsa məzmuna xələl gəlməz? Aha, baxaq bura. Birinci cümlədə deyir ki, balaca Hikmət köhnə bir quyunun yanında adamların toplaşdığını görüb dedi. Bunu çıxarda bilmirəm. Çünki artıq sonrasında Hikmətin ifadəsini verib burada. Əgər mən birinci cümləni çıxarsam bunu, ana gəl gedək görək orada nə olub sözünü kimin haqqında deyəcəm, yəni kimin sözü kimi qələmə verəcəm orada. Ona görə biri çıxarda bilmirəm, yəni. Birləri çıxarda bilmirəmsə gəlin A-nı, C-ni çıxaq. 2-yə baxaq. 2-də deyir ki, xoşbəxtlikdən quyu dərin deyil, divarların darlığı sonradan bunun haqqında məlumat verir. Yəni 2-ni çıxa bilərəm əslində mən. 2-ni çıxa bilərəm. Sonra 3-ə baxaq. Mədəndə işləyən cavan bir fəhlə quyuya kəndir salladı və quyuya baxa-baxa dedi. Burada cavan demək fəhlənin nitqin vermişdi. Yenə də mən bunu çıxsam, 3-cü cümləni çıxsam, həmin bu nitqi mən kimə aid edəcəm? Ona görə 3-ü çıxa bilmirəm. 3-ü çıxa bilmirəmsə B-ni çıxıram, Y-ni çıxıram. Sonra baxıram 4-ə. 4-də deyir ki, mənzərin acığı tutdusa da bir söz demədi. Hikmətin belinə kəndir bağlayıb. Çünki onsuz da burada demişdi yəni o sözlərini. Ona görə 4-ü də çıxa bilərəm əslində mən. Cavab olacaq D variantı. 2, 4. 42. Mətnə əsasən obrazlarla bağlı doğru fikirləri müəyyən edin. Hikmət anasının etirazlarına baxmayaraq öz köməyini təklif edir. Bəli, bu düzgün fikirdir. Mənzər istənilən vəziyyətdə oğluna arxa durur, onun qərarını dəstəkləyir. Xeyr, deyir, nə danışırsan, quyuya enmək nədir? Ona görə 2-ləri çıxıram. Hikmət cəsarəti və balaca qızı xilas etməsi insanlar tərəfindən rəğbətlə qarşılanır. Bəli, rəğbətlə qarşılanır. Sonda gəlirlər ona təşəkkür edirlər ki, çox yaxşı oğul böyütmüsən ay bacı. Təşəkkür edirlər bu oğlana görə. Mənzər adamların minnətdarlıq dolu sözlərindən pərt olur. Bəli, pərt olur həqiqətən də. Hikmət Lalə üçün narahatlıq keçirsə də anasının sözündən çıxa bilmir. Xeyr, çıxır əslində. Yəni anasını dinləmir. 1, 3, 4 cavab olacaq C variantı. 43. Mətnə və cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Doğrudur və yanlışdır xanaları verilmişdir. Doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyik. Mənzər Hikmətin təklifinə əsasən quyuya yaxınlaşır və baş verən hadisədən xəbər tutur. Bəli, Hikmətin təklifinə əsasən deyir ki, ana gəl gedək görək orada nə olub? Cavan bir qadını özünü itirmiş halda ağlayır və cəmaata yalvarırdı. Buradan bizə məlum olan bəli, bir düzdür. Yəni o Hikmət deyir ki, ana gəl gedək baxaq. Lakin Lalənin anasının çarəsizliyini başa düşən Mənzər Hikməti quyuya düşməyə sövq edir. Xeyr, əslində bu yanlış fikirdir. Bu doğru deyil. 2-ləri ümumiyyətlə çıxaq. Çünki Lalənin anasının sonda gəlib ona təşəkkür edir. Lalənin anası demir ki, Hikmətə düş ora yəni. Nə də ki, Mənzər Hikməti sövq eləmir ki, düş quyuya, çıxart Laləni. Yəni ipi dola demək qızın bədəninə.
Yanlışdır hissəsinə baxaq. Cəmaatın quyuya düşən uşağa laqeyd münasibəti mənzəri qəzəbləndirir. Laqeyd münasibət yox idi, əksinə hamı yığılmışdı, kömək eləməyə çalışırdılar. Yəni mədəndə işləyən cavan bir fəhlə belə, yəni orada dialoquna rast gəlirik. Dialoq yox, sözünə rast gəlirik. Quyunun ağzının ensiz olması cavan fəhlənin ora düşməsinə mane törədirdi. Bəli, bu düzgün fikir idi. Deyir ki, quyu dardır. Bax burada deyir, quyu dardır. Mən ora düşə bilmərəm. Zirək bir oğlan uşağı lazımdır. Demək 4 düzgündür. Yanlışdan yanlışı, doğrudan doğrunu götürsək 1-3 bizim cavabımız olacaq. D variantı. 43, demək izah elədim. 44-ə baxaq. Mətnə əsasən cədvəldəki nəticələrin doğru səbəblərini müəyyən edin. Nəticə hissəsinə əsasən biz səbəbi müəyyən edə bilərik. Mənzərin qəzəblənməsi. Mənzər nəyə görə qəzəblənmişdi? Hikmət çünki Lalənin xilas etmək üçün quyuya düşmək istəyirdi. O da üçüncüdə öz əksini tapmışdı yəni. Lalənin anasına kömək üçün mənzərə müraciət etməsi yanlış idi. Zirək oğlanın uşaq axtarışında olan fəhlənin Hikmətdən kömək istəməsi istəmir əslində. Hikmət özü öz köməyini təklif eləyir. Lalənin anasının mənzərə təşəkkür etməsi, Hikmət kimi quyuya düşməkdən qorxmayan qoçaq oğul böyütməsi üçün bəli, təşəkkür edirdi ona. 4 düzgündür. Mənzərin quyuya düşməsi üçün Hikməti cəsarətləndirməsi xeyr, mənzər cəsarətləndirmirdi, əksinə qarşı idi. 3-4 bizim cavabımız olacaq A variantı. 45-də cavab kartına əsasən müəyyənləşdirmək lazım idi. Mətnə əsasən cədvəli tamamlayın. 46-da isə elə hərəkət et ki, sonra utanmayasan deyimini mətnlə əlaqələndirib fikrinizi yazın. Bunu mənzər haqqında demək yazmaq olardı əslində ki, ilk əvvəl oğlunun demək quyuya düşməsinə qarşı çıxsa da, sonradan adamların ona təşəkkür etməsindən sonra bilavasitə nə edəcəyini bilmir və utanc hissi keçirir. Demək, ilk əvvəl insan öz hərəkətlərini yüz ölçüb bir biçməlidir ki, daha sonra peşmanlıq hissi ona demək gəlməsin. Demək, birinci mətnin izahı bu qədər, təlaş mətninin. Siz videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.